Salam, hər vaxtınız xeyirli olsun. Mən Mirzəyin. Hazırdakı video bütün buraxılışa hazırlaşanlar üçün, əsasən də məzunlar üçün paylaşılır. Əgər sən 11-ci sinifsənsə, 9-cu sinifsənsə, fərqi yoxdur, buraxılış imtahanına hazırlaşırsansa və ya məzunsansa, yəni bu apreldə 3 dənə 9-cu sinif, hətta məzunlar üçün də imtahanlar var. Mən əsasən məzunlar üçün çəkirəm videonu, həmçinin də məzuna qalmağı istəyənlər də bu videoya baxa bilər. Ümumiyyətlə, əgər sən də buraxılış imtahanına hazırlaşırsansa, bu videonu sonuna qədər izləyə bilərsən. Əvvəla onu deyim ki, mən DİM-in 2 buraxılış imtahanını, 4 blokunu, 2 qabiliyyət imtahanını vermiş bir şəxs olaraq və ya məzun imtahanı ilə qəbul olan bir tələbə olaraq ən yaxşı mən sizi başa düşürəm. Ümumiyyətlə, mən öz ilimdə 2024-cü ildə 196 bal yığmışdım, 2025-də isə 420 bal yığdım. Bu necə oldu, necə baş verdi? Bu əziyyətdən baş verdi əsasən. İndi mən sizə bunu izah eləyəcəm. Təxmini məzunların imtahanına bir 20 gün qalıb da demək olar ki, əgər sən buraxılış imtahanına maksimum şəkildə hazır olmaq istəyirsənsə, bu videonun sonuna qədər izləyə bilərsən əzizim. Fərq eləmir. Sən indi baxsan videoya, yoxsa bir il sonra, heç bir fərqi yoxdur. Getdik. Məzunlar, siz çox çalışmalısınız. Bu həqiqətən reallıqdır. Mən sizi qorxutmaq istəmirəm. Amma ki, bu ilki abituriyentlərin imtahanları var idi ya. 9 mart, 11 illikdə 9 martda oldu, 15 martda oldu, mart aralığında olur da, martda olur. Bax, bunların imtahanı nisbətən asan düşür. Məzunlardan asan düşür. Məzunlarda yəni nisbətən məzun imtahanı çətin düşür. Keçən il nisbətəni də qoymuşdum o yüzden. Keçən il həqiqətən çox çətin idi. Ümumiyyətlə, bunu deyim, ilk öncə deyim. Məzuna qalmaq fikrini yaddan çıxardın. Məzunların çalışdığı qədər siz öz üzərinizdə çalışsanız, yəni bir məzun hal-hazırda çalışdığı qədər öz ilində çalışsaydı, inandırım ki, sizə 2 qata yaxın, 2 qat daha çox nəticə göstərə bilər. Çünki buraxılış imtahanlarında çox fərq olur. Mən nisbətən deyirəm, onsuz da fərq olur. Yəni çətinlik dərəcəsində nisbətən məzunlar imtahanı çətin olur. Mən bunu deyib sizin motivasiyanızı və yaxud sizi qorxutmaq istəmirəm. Sizi daha da belə güclü hazırlaşdırmaq istəyirəm. Daha güclü olun, daha belə potensiallı olun. Deyir ki, ya, biz məzunuq, biz onlardan böyüyük, biz onlardan çox hazırlaşmışıq. Ona görə onlardan bir qədər çətin düşməlidir bizə. Buna özünüzü hazırlayın. Az da olsa çətin düşəcək. Asan suallar da olacaq, amma çətin suallar da olacaq. Belə. Baxın, uşaqlar. Deməli, əziz buraxılışa hazırlaşanlar və əsasən məzunlar. Deməli, nə aramalısınız? 20 gün qalıb, düzdürmü? Son 20 gün. Və yaxud 9-cu siniflər də baxa bilər buna. Az qalıb. Nə etməlisiniz? Keçən 2-3 ay bundan əvvəl atmışdım, paylaşmışdım. Buraxılışa az qalmış, nə etmək lazım? Daha da bir fərqli gətirmişəm buna. Öz etdiyim şeylər vardı ki, adımdan çıxmışdı sizə demək. Baxın, bunu demişdim sizə. 1. DİM-in toplularından. Birincisi, ikincisi vəsaitlərindən, sonlarından və yaxud ortalarından bütün qaydalardan 1 və 10 arası, yəni 5-6 dənə işləyirsiniz, işləmədiyiniz yerlər olsun. Yəni demirəm, gedin sondan 5-6 dənə işləyin. İşləmədiyiniz yerlərdən götürün, işləyin. Və hardakı səhv elədiniz, deməli oradan zəifsiniz. Düzdürmü? Yəni testdir, məni test elədi, məni analiz elədi, məni yoxladı. Gördü ki, mən bu tərəfdən burada zəifəm. Heyso, gedirsiniz onun qaydasını öyrənirsiniz və yenidən tətbiq edirsiniz. Yenidən tətbiq eləməlisiniz, öyrənmiş sayılmırsınız. Bu belə. Və ikinci növbədə nə aramalısınız? Test işləməlisiniz. Əsasən, baxın, bu OTK, güvən, mən bunları işləyini valla işləyini demirəm. Mən özüm də işləmişəm. OTK-da işləmişəm, güvəndə işləmişəm və s. və ilə axırı. Getməmişəm. Sınağına bir dəfə OTK etmişəm, 2 dəfə. OTK etmişəm boş, 1-2 dəfə. O da ki, bir dəfə etmişəm. Dəqiq yadımda deyil. Baxın, əziz şagirdlər, əziz abituriyentlər, sınağa güvənməyin. Baxın, imtahana az qalmış, nə sınağa getməyin. Və ola bilər sən 10-cu sinifsən, məni izləyirsən, 9-cu sinifsən, məni izləyirsən, gələn 11 olasın, sən məni izləyirsən, düzdürmü? İmtahana az qalmış, sınağa etmə. Yaxşı mı? Bax, məyusluq yarana bilər. Gedərsən, sən 1 ay qalmış, az nəticə yığarsan və s. və ilə axır, yəni getmə. Götür işdə də, bu nə var ki burada? Mən də onu deyirəm, götür. Bütün DİM-in sınağına qədər, bu bloka hazırlaşacağız, onu da işləyə bilərsiniz. İndi o ayrı mövzudur. Baxın, buraxılışın bütün sınaqların əvvəl keçirdim, 2021-də, 2023-də sınaq keçirdim. İndi keçirmirdim. Əvvəl keçirdim, indi vaxtı yoxdur ki, keçirsin. Baxın, bütün buraxılış imtahanları var ha. Onların hamısını işləyin. 2020-nin buraxılışını, 21-in, 22-nin, 23-nin, 24-ün hamısını işləyin. Çünki eyni tipli suallardır. Sadəcə bir cümləni dəyişdirirlər və s. və ilə axır. Eyni qaydada, eyni qrammatikadır. Sadəcə DİM tipi. Yəni sən DİM-ə imtahan verəsənsə, yəni
IELTS verərsənsə, IELTS tipli suallara bax. Nə TOEFL deyirlər, nə deyirlər? Buna bax verəcəksənsə, bəlkə düz tələffüz edirəm. Bunun imtahan suallarına bax. Dimə alır, dimə bax da. Niyə gedib OTK-yə baxsan? OTK ola bilər dimlə. Yalan, mən ona belə baxıram. Yəni necə deyim? Belə deyək də. Ona mən süni baxıram. Çünki oxşarlıq, yəni dimin verdiyi suallarla OTK-nın verdiyi suallar arasında mən oxşarlıq görmürəm. Deməli, nə qarsınız? Testləri işləyirsiniz, dimin testlərini işləyirsiniz və onun analizini edirsiniz. Baxın əzizlərim, analiz nədir? Deməli, sən 30 dənə sualdır, buraxılışını, bir də ki, buraxılış işləyəndə 90 sualın 90-dır. Bir dənə vaxt aç, bir dənə vaxt götür, buna saniyədə saniyə tutan. Vur üstünə, bunu almayız. Mən həvəsə düşdüm, aldım. Düzdür, istifadə edirdim. Ümumiyyətlə, telefondan uzaq idim, bunu deyim. Ona görə bunlardan istifadə edirdim və yaxud balaca telefondan və yaxud nəsə də. Qoyurdum bunu, başlayırdım yazmağa. Bir dənə məsələn Azərbaycan dili bölməsini yazırdımsa, deyirdim ki, məsələn 3 saatdan məsələn 1-1 böldüm deyək. Mən bunu 40 dəqiqə qurtarmalıyam ki, məsələn Azərbaycan dilində ki, onun köçürməsini eləyə bilim də. Deməli, atdım burada, vurdum, başladım yazmağa Azərbaycan dilindən. 40 dəqiqə qurtarmalıyam. Başa düşdünüz? Və yekunda mən məsələn 90 sualdan və yaxud 30 sualdan mən 22 dənə düz yazdım, 23 dənə düz yazdım, qalan səhv. 20 dənə düz yazdım, 10-u səhv. Düzdürmü? Başlayırdım. Hətta mən yaza-yaza ulduz qoyurdum. Düz də olsa mən buna baxacağam, çünki mənə qaranlıq qalıb. Mən iki variant arasında qalmışam, birini vurmuşam, gedib. Ona bir dənə ulduz qoyurdum. Belə-belə keçirdim, səhvlərim olanda da səhvlərə bax. Deməli, nə vardı? Səhvlər var. Başlayırdım analiz etməyə. Baxıram düz cavabı, məsələn 22-də B verib, mən yazmışam A. Mən niyə A yazmışam? Mən harada diqqətsizlik eləmişəm? Mən niyə bu sual verəm özümə? Mən bunu niyə səhv yazmalıyam? Bu sualı verdiniz, bunun cavabını tapdınız, bitdi. Gələn səfər o səhv eləməyəcəksiniz. Amma o sualı verib analiz eləməlisiniz. Bütün variantları hətta A səhvdir, B səhv, C-ni bildim səhv idi, D-ni 100% bilirəm ki, bunlar səhvdir falan, özümə də izah edirəm özüm üçün. B ilə A da, məsələn, fikirləşsən ki, məsələn, A falan şeyə görə səhv idi, B də buna görə düzdür. Bax, bunu əgər özünə dedin ki, özünə səsli də deyil, bunu özünə dedin ki, o sual, o tipli sualda sən səhv eləməyəcəksən. Ulduz qoyduğun sual var deyə, o qalmışla iki variant arasında birini vurduğuna, ona da hətta bax. Belə-belə çoxaldacaqsan. İnandırım ki, sizə bara testdən çoxaltmaq olur. Həqiqətən. Mən 10 dənə qrammatika yazırdım blokda məsəl üçün. Cəmi 10 dənə qrammatika yazırdım. Bir ayın ərzində mən onu 28-29 elədim. Yazırdım 4 dənə, 7 dənə, 8 dənə, 10 dənə. Elə vaxtda altdan yazırdım. Azərbaycan qrammatikası çox çətin gəlirdi mənə. Qrammatik qaydanı bilirdim, heç yazan bilirdim. Bax, testologiya ilə elədim bunu. Testləri analiz eləyə-eləyə axırı düzəltdim. Sonra bilmədiyin qaydaları var ki, qrammatikaları var ki, onları qəşəng-qəşəng qeydlər və s. və ilə hamısını təkrar edirsən. Trigonometriyada, riyaziyyatda və s. İngilis dilində qrammatik ola bilər. Azərbaycanda bu hamısın qəşəng qrammatikada boşluq qalmış. Əsasən də ingilis dilində o sinonimlər var. O sinonimləri öyrənməlisən əzizim. O sinonimləri öyrən ki, sabah imtahan olacaq, 20 gündən sonra imtahan olacaq. Və görürsən orada sinonimlər var. Uşaqlar yaza bilmir. Təsəvvür elə, həm o dəyişdirmək var, söz dəyişdirmək, 2 dənə söz dəyişdirirsən, həmçinin orada onun sinonimini tapsan. Görürsünüz burada 5 bal oradan, 5 bal buradan, 10 bal. Essedə də mən sən sinonim bilməliyəm müəyyən qədər. Yəni orada esse tipi var axı. Esse videoma da girib baxa bilərsiniz. Tam gedib bal yazacaqsınız, fərq eləmir. Sinonim bilsəniz, ingilis dilindən çox bal yığa bilərsiniz. Sinonimi bilməlisiniz, sözləri bilməlisiniz ki, nə arasınız, çox bal toplayasınız. Bax belə. Nağdı orada 10 bal var. Nağdı orada 10 bal, yəni sinonimə görə qazansınız. Yəni sinonimləri nağlamaq lazımdır, qəşəng-qəşəng öyrənmək lazımdır. Və bu videonun hədiyyəsi də və həqiqətən bu video hədiyyəlidir. Çünki mən sizə sinonimlər cərgəsində verəcəm. 2 dənə sinonim sizə atacağam. Həm belə dimdən götürülmüş sinonim, dimin öz toplusundan götürülmüş, tərcümə olunmuş daha doğrusu sinonim, həmçində dünyanın gəlin sinonim bölməsini atacağam. Aşağıdan linkdən girib yükləyə bilərsiniz. Əgər elə bilsəm eləyəcəm. Eləyəməsəm e-mail qoyacağam oradan. Oradan mən bir dənə yazarsınız, zəhmət olmasa və s. istədiyiniz özəl lüğəti istəyirəm, sinonim lüğətini istəyirəm. Birbaşa sizə atacağam. Yəni narahat olmayın. Yəni bu gün yazasınızsa elə bu gün atacağam. Söz verirəm sizə. Yaxşımı? 4 dənəsində dedik, düzdürmü? Dim toplu 1, dim toplu 2. Testlər, testin analizi 3. Qaydalar, bilmədiyimiz, öyrənmədiyimiz. Bunu əvvəl də yəni deyə bilərsiniz. Mən bunu sıralayıram belə. Demirəm, yəni birinci ondan başlamalı deyilsiniz. Sadəcə mən nə etməli olduğunuzu belə planlı bir şəkildə dedim. Qrammatikalar, qaydalar, 4 isə sinonimlər, sözlər belə.
Yəni bunu özünə görə də sıralaya bilərsən. Mən eləməli olduğunuz şeyləri sıraladım bura, yaxşımı? Özgürsünüz, yəni azadsınız. Necə istəyirsiniz elə eləyin. Amma ki, prinsiplərini pozmayaydı da. Belə uşaqlar, mən sizin hamınıza uğurlar arzu edirəm. Bir də məzunlara burada mən bir söz demək istəyirəm. Əziz məzunlar, siz bu ilki 11-lər kimi, martda imtahan verən 11-lər kimi siz bloku dayandıra bilməzsiniz. Bloku siz 4 gün, 5 gün qalmış dayandırın. 4 gün, 5 gün, 5-6 gündən sonra təzədən başlayasınız. Elə bilin ki, 4-5 gün ancaq. Yəni, sizin bir vaxtınız yoxdur. Blok çox güclüdür. Məsələn, mən belə deyək də, mən bloku daha çox yazmışdım. Bax, buraxılışı az yazmışdım, bloku demək olar ki, 2 qata yaxın çox yazmışdım bloku. Bloku saxlamayın. Mən blok olmasaydı, bəlkə istədiyim ixtisasa qəbul olunmazdı. Blok həqiqətən yaxşıdır. Deməli, son 20 gün qalıb 4 dənə sıraladığım təzədən qoyuram bura. Bu 4 dənəni eləyirsiniz. Sizin hamınıza uğurlar arzu edirəm. Nəsə sualınız varsa, xahiş edirəm şərh bölməsində yazın, qeyd edin. Ürəyiz nə istəyir? Fərq eləməz. Bacardığım qədər hamısını cavablandırmağa çalışacağam. İxtisas seçimi də eləyirəm. İxtisas seçimi üçün mən əlaqə saxlaya bilərsiniz və öz izləyicilərimə çox uyğun qiymətə məsləhətləşərək və s. və ilə hamısını. Yəni siz üçün bütün şəraitləri yaratmağa çalışıram. Oldu, çox sağ olun. Görüşənədək kanalıma abunə olmağı unutmayın zəhmət olmasa. Videomuzu bəyənib istəsəniz paylaşa bilərsiniz, amma abunə olun ki, cəmiyyətimiz böyüsün və biz irəliləyək. Çox sağ olun. Görüşənədək.